Yaşat Fondunun və Asan Könüllülərin təşkilatçılığı ilə növbəti Yaşat düşərgəsinin açılış mərasimi olub. Düşərgədə ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur. 7 həftə davam edəcək düşərgə proqramı ərzində uşaqlar üçün əyləncəli və maarifləndirici fəaliyyətlər, təlimlər, teatr tamaşaları, ekskursiyalar, tanınmış şəxslər və qurum rəhbərləri ilə görüşlər təşkil olunacaq. Eyni zamanda psixoloqların iştirakı ilə fərdi və qrup terapiyaları, konsultasiyalar, konsert proqramları keçiriləcək. Hər bir düşərgə 5 gecə 6 gün təşkil olunacaq. Düşərgələrdə şəhidlərimizin 10, 11 və 12, 13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulur. Düşərgə şəhid övladlarının yay tətilinin, asudə vaxtının səmərəli keçirilməsi məqsədlə həyata keçirilir. Onlar burada yeni dostluqlar, yeni əlaqələr formalaşdırırlar və düşərgə müddətində düşərgənin proqramına uyğun olaraq onlara müxtəlif master-klasslar, müxtəlif təlimlər keçiriləcək.